kişilerde onlara ait xəstəliklər nədəndir? Səhvlərdən. Səhvsiz insan yoxdur. Kim desə səhvim yoxdur, o kəs yalan danışır. Ən böyük səhv özünü səhvsiz bilmək. Yəni, ən böyük səhv. Kişilərdə mən nə bilim, o kişi bəlkə zinakardır, bəlkə qınaq dolu yaşayandır, bəlkə tənəyə qalxandır, təkəbbürlüdür, mən nə bilim. Abısını kişilər pis baxır, pis deyir, bax bundan da ola bilir. Kim qayğı bəslərsə öz əməyinə, özgəyə pis baxarsa o pisdir yenə. Yəni, ondan insana cəza gəlir, xəstəliklər. Cəza da xəstəliklər də ödənilir, ya da qəza ilə.